Əlavən, biraz da daxili məsələlərdən danışaq. Bugün Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu, eyni zamanda İnsan Hüquqları Komitələrinin iclasları keçirilib. Siz hansı komitənin? Mən İnsan Hüquqları Komitəsində. Siz İnsan Hüquqları Komitəsində təmsil olunursunuz. Süni intellektlə bağlı deyəsən qanunlarda cinayət məcəlləsində dəyişiklik olacaq, əlavə maddələr salınacaq. Biz sizlə dəfələrlə süni intellekt, sosial şəbəkələr, onların fəsadları ilə bağlı danışmışıq, cəzaların artırılması ilə bağlı fikirlərimizi bildirmişik. Görünür artıq Milli Məclis bu məsələlərə baxır və yeni qərarların da qəbul olunması gözləniləndir. Hər halda yəqin ki, bir müddətdən sonra plenar iclasa da bu çıxarılacaq. Nə var bu dəyişikliklərdə? Süni intellektlə bağlı, sosial şəbəkələrlə bağlı Milli Məclis hansı yeni qanunları qəbul edəcək və ya hansı qanunlarda dəyişikliklər gözlənilir? Bəli, bu günlərdə qeyd etdiyiniz iclas oldu, 2 komitənin iclası oldu və bu iclasda ilk növbədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə və informasiyalaşdırma, informasiyanın mühafizəsi ilə bağlı qanunlara və media haqqında qanuna adekvat olaraq dəyişikliklər nəzərdə tutulub. Dəyişikliklər hansı sferanı əhatə edir? Dəyişikliklər ilk növbədə deməli, insanın razılığı olmadan, şəxsin razılığı olmadan, onun səsi, yəni audioda, sonra şəkli, sonra videosunun paylanması bu qanunla qadağan edilir. Bundan savayı burada... Maraqlıdır. Bəli, bundan savayı... Yəni sizin icazəniz olmadan biz sizin şəklinizi, məsələn, paylaşa bilmərik. Yəni ki, bunlar, bilirsiniz hansı şəkildədir, bunlar orada növbəti arzu da gəlir cümlədə. Bunlar ilk növbədə deməli, seksual yönümlü, pornoqrafik mahiyyətli məsələlər özündə etifa edir. Bu yaxında Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin tələbə xanımları ilə bağlı bir hadisə olmuşdu. Bir nəfər şəxs həmin xanımların deməli, sosial şəbəkədə olan profillərindən şəkilləri götürüb və süni intellekt tətbiq etməyində əxlaqsız bir görüntülər yaradıb, videolar yaratmışdı. Və bunun çox faciəvi nəticələri olmuşdu. Yaxşı ki, tezliklə bunun üstə alındı ki, bu şərdir, böhtandır, bu süni intellektin məhsuludur və hətta o zaman belə fikirlər yayındı ki, onlardan bəziləri özlərini, həyatlarını qəsd etmək istəyib ki, yəni mən bu vəziyyətdə adamların içinə çıxa bilmərəm. Yəni bu qədər təhlükəli və qorxuludur. Məsələnin deməli təhlükəsi ondadır ki, hətta Böyük Britaniyanın baş naziri Starmer və eyni zamanda İtaliyanın baş naziri xanım Meloni bu məsələlərlə bağlı öz etirazlarını ifadə elədilər. Yəni, onların da videolarını düzəltmişlər süni intellektlə. Bəli, deməli belə videolar, əxlaqsızlığın təbliği və insana şərəf ləyaqətini alçaltmaq kimi məsələlər ki, bu məsələlər qanun çərçivəsində tənzimlənsin və bizim hər iki komitənin deputatları bu məsələlərlə bağlı öz mövqeyini ifadə etdilər və mənim də çıxışım oldu və mənim orada əsas mövqeyim belə idi ki, süni intellekt bu əslində insan intellektinin bir imitasiyasıdır, insan intellektinin imitasiyasıdır və süni intellektin çox böyük faydaları da var. Süni intellektdən bu günləri, məsələn, biz 2 gün bundan qabaq parlamentdə kənd təsərrüfatında süni intellektin tətbiqi ilə bağlı məsələləri müzakirə edirdik, bir ictimai müzakirələr edir. Kənd təsərrüfatında onun nə qədər faydası var? Yəni, məlumatlar bazası yığılır. Böyük bizim şairimiz Sabirin bir məşhur ifadəsi var idi. Yağmadı yağış, bitmədi qamış. Amma indi süni intellektlə sən qabaqcadan bilirsən ki, nə zaman, hara yağış yağacaq, nə zaman yağacaq, oradakı rütubətin səviyyəsi necə olacaq, quruluq səviyyəsi necə olacaq. Yəni, bunlar hamısı yığılır və süni intellektin hesablamaları ilə bu kimi sualların cavabları tapılır. Və mən bir misal çəkdim, dedim ki, düz 1.500.000 il bundan qabaq, yəni 1,5 milyon il bundan qabaq insan odu kəşf edib. Düz 500 il keçib bunun üstündən. Deməli, insan 1 milyon il bundan əvvəl deməli, həmin oddan yemək pişirib. Yemək pişirib. Deməli, fikir verirsən, özlüyündə çox mühüm hadisədir, mühüm kəşfdir, odun kəşfidir, düzdür. Amma eyni zamanda gəlin o bir tərəfindən baxan. İndi dünyada bir statistika aparsan, odun hesabından nə qədər faciələr yaşanıb, nə qədər evlər yanıb, nə qədər insanlar yanıb və s. düzdür, bu da var. Amma ona görə də həmişə onun yaxşı tərəfi onsuz da yaxşıdır. Onun necə deyərlər, o birisi tərəfini fikirləşməyə lazımdır ki, bunun mənfilikləri nədir? Bu mənfiliklərin vurduğu fəsad nədir? Necə etmək ki, ondan qarşı mübarizə effekti olsun? Və bu kimi məsələlər özündə etifa eləyən bir qanunla düzəlişdir.
bu kimi cinayətdə sübuta yetiriləcəyi təqdirdə 3 ildən 7 ilə qədər həbs qəti imkan tədbiri deməli nəzərdə tutulub və fikir verirsiniz, bir çox tiktokerlərin artıq həbs edilib və onlara cərimələr və s. də, yəni siz də şahidsiniz, bunlar artıq baş verməkdədir. Məlum qanundakı düzəlişlərlə bağlı və təklif elədim ki, televiziyalarımızda bu məsələ ilə bağlı ciddi təbliğat prosesi getsin, maarifləndirmə getsin. Gecə-gündüz televiziyalarda görürsən ki, həkimləri danışdırırlar, deməli, aşpazları danışdırırlar. Artistləri danışdırırlar, müğənniləri danışdırırlar. Geniş təbliğ eləyin, qoy cəmiyyət hər bir üzvünə çalsın ki, bu cinayət yoludur. Bu yolu seçməyin və xüsusilə də Tural bəy sizin verilişlərinizdə siz həmişə bu məsələlərdə çox böyük operativlik və çeviklik nümayiş etdirirsiniz, bir vətəndaş mövqeyi ortaya qoyursunuz. Siz xaricdə yaşayan, özünü bloger adlandırır, amma gecə-gündüz süni intellektin imkanlarından istifadə edib Azərbaycan vətəndaşlarını, deputatları, nazirləri, dövlət başçısına kimi siz görürsünüz ki, deməli təhqiramiz ifadələr süni intellektin yaratdığı imkanlardan cinayətkar yolu seçməklə faydalanmaq kimi hallar olub ki, bu qanunun tətbiqi ilə bu hallara qarşı mübarizə məsələləri də bir dönüş olsun və bu yolu seçmiş cinayətkarlar öz layiqli cəzalarını alsınlar.